Dünən Heydər Əliyev qaçqın problemi yarattı. Səsini çıxardanda deyirdi, bizim 1 milyon qaçqınımız var. İndi də adını qoyub böyük qayıdış, böyük qayıdış 5 ildə 7%. Mən dəfələrlə demişəm. Kişi, bu cəmaatı çağır, denən ki, qardaşım, sən harada, hansı kətdənsən? Məsələn, deyək ki, Abdal Gülaflı, Ağdam. Qardaş, Abdal Gülaflıların siyasını gətir. Nə qədər adam var? Haç ki, Abdal Gülaflıda evlərin, kimin harada evi var idi? Çağırırsan, orada torpaqlarını verirsən. Məsələn, eləsi var deyir ki, mən heç pul istəmirəm, bana pul lazımdır, torpağımı ver, gelin özüm evimi ev tikim. Deyək ki, bugün evlərə pul silmirsən, 180 min, 200 min, genəsi. 180 minin, deyək ki, qol çəkdir buna 180 minə, 50 minini ver, deyən get filan kəs evini tik yaşa. Sən də orada həmən o Abdal Gülaflıda infrastruktur yarat. Yəni idarə binası tik, yəni poşt tik, filan tik ki, gələn insanlar orada yaşasınlar. Deyək ki, çörək üçün pikarını tik filan heç tikmə. İnsanlar özləri hərəsi bir Allah'a şükür tutat, istənilən Qarabağlının, istənilən kətdən Bakıya girmiş adamın önündə yaygısı da var, sacı da var, falan da var. Sən bu milləti bugünə niyə salırsan? Sonra da Səidə Bəkir qızını bırakırsan ki, çıx TikTok'da denən ki, Qarabağlılar Qarabağa getmək istəmir. Aparılan siyasət budur, əziz qardaşlarım. Mən o